Salam! Fəlsəfə deyəndə, yəqin ki, ağlınıza ilk gələn cütlüklərdən biri budur. Platon və Aristotel. Biri müəllim, o biri tələbəm. Biri idealist, digəri isə realist. Amma, bəs sizə desəm ki, bu hekayə əslində bizim bildiyimizdən tamamilə fərqlidir? Gəlin birlikdə 2400 illik bu klişenin, bu şablon hekayənin pərdə arxasına boylanaq. Baxın, çox doğru bir sözdür. Fəlsəfənin bir düşməni varsa, o da klişedir. Yəni, şablon fikirlər. Və biz bugün qərb düşüncə tarixinin bəlkə də ən böyük, ən köklü klişesini darmadağın etməyə çalışacağıq. Niyə? Çünki bu sadə rəqabət hekayəsi var ha, onun arxasında əslində daha böyük, daha fundamental bir fəlsəfi döyüş gizlənir. Yaxşı, gəlin ilk olaraq o məşhur səhnə ilə başlayaq. Bu gördüyünüz Rafaelin Afina məktəbi əsəridir. Yəqin ki, çoxunuza tanışdır. Fəlsəfə tarixinin bəlkə də ən ikonik təsviri budur. Və təbii ki, bütün diqqət mərkəzdəki o iki fiqurun üzərindədir. Platon və onun ən məşhur tələbəsi Aristotel. Klassik yoruma görə baxın, bu təsvir onların fəlsəfi fərqlərini sanki bir cümlədə izah edir. Yaşlı Platon barmağı ilə yuxarını, yəni o saf, dəyişməz ideyalar aləmini göstərir. Gənc Aristotel isə əlini aşağıya, yəni bizim yaşadığımız, müşahidə etdiyimiz bu fiziki dünyaya doğru uzadır. Beləliklə biri idealist, o biri realist. Hər şey nə qədər sadə və aydındır, elə deyilmi? Sanki hər şey bu qədər bəsitdir. Amma, bir dəqiqə dayanaq. Bəlkə də problem elə bundadır. Bəlkə də bu sadə, səliqəli rəqabət hekayəsi əslində pərdə arxasındakı əsl fəlsəfi mübarizəni görməyimizə mane olur. Bəlkə də biz bütün bu müddət ərzində döyüş meydanına tamamilə yanlış yerdən baxmışıq. Həqiqət budur ki, Platonla Aristoteli bir-birinin qarşısına qoymaq sanki bir ailə daxilindəki kiçik bir mübahisəni böyüdüb dünya müharibəsi kimi göstərməyə bənzəyir. Onlar arasında fikir ayrılıqları olsa da, əslində onlar eyni tərəfdə idilər. Əgər biz əsl bir cəbhələşmə axtarırıqsa, əsas döyüş, əsas mübarizə tamamilə başqa bir yerdə gedirdi. Əslində, Sakrat, Platon və Aristotel, onlar hamısı eyni komandadaydı. Gəlin buna şərt olaraq rasional ittifaq deyək. Onları birləşdirən nə idi? Onlar inanırdılar ki, kainat mənalıdır, onun bir məqsədi, bir nizamı var. Bəs onların qarşısında kimlər vardı? Hər şeyin sadəcə təsadüfi atomlardan ibarət olduğunu söyləyən atomistlər və həqiqətin subyektiv olduğunu deyən sofistlər. Bax, əsl döyüş, əsl qarşıdurma məhz bu iki dünya görüşü arasındaydı. Təsəvvür edin, atomistlər deyirdilər ki, kainatın heç bir məqsədi yoxdur. Hər şey sadəcə boşluqda hərəkət edən atomların təsadüfi toqquşmasıdır. İnsan da, sevgi də, ədalət də, hamısı bu təsadüfi toqquşmaların bir nəticəsidir. Bu, kainatı soyuq, mənasız, məqsədsiz bir mexanizmə çevirirdi. Və bizim rasional ittifaq, yəni Sakrat, Platon və Aristotel, məhz bu soyuq, ruhsuz dünya görüşünə qarşı mübarizə aparırdılar. Yaxşı, əla sualdır. Bəs necə oldu ki, biz bu böyük mənzərəni qaçırdıq? Necə oldu ki, Platon və Aristotel arasındakı kiçik fərqlər bu qədər şişirildi, amma əsl döyüş unuduldu? Cavab kitabların, mətinlərin, ideyaların fiziki səyahətində gizlidir. Bu səyahət minilliklər boyu davam edən və məlumatın getdikcə təhrif olunduğu nəhəng bir qulaqdan qulağa oyununa bənzəyir. Düşünün bir fikrin antik dövrdən bizə gəlib çatması üçün onun nəsildən nəslə əllə köçürülməsi lazım idi. Və bu, inanılmaz dərəcədə zəhmətli, bahalı bir proses idi. Əgər bir mətin, deyək ki, o dövrün hakimləri üçün siyasi, dini və ya mədəni baxımdan dəyərli sayılmırdısa, heç kim onu köçürmək üçün vaxtını və pulunu xərcləmirdi. Və o mətin sadəcə zamanın tozuna qarışıb əbədi olaraq yox olurdu. Çoxu mənzil başına çata bilmirdi. Və bir ideyanın taleyi çox vaxt onun hansı texnologiya ilə yazılmasından asılı idi. Əvvəlcə nə vardı? Kövrək, asanlıqla cırılan papirus rulonları. Sonra daha möhkəm, heyvan dərisindən hazırlanan perqament və kodeks formatı gəldi. Yəni bildiyimiz kitab. Bu, böyük bir sıçrayış oldu və nəhayət 15-ci əsrdə hər şeyi, amma hər şeyi kökündən dəyişən mətbə ixtira olundu. Bu
texnoloji dəyişikliyin nə qədər inqilabi olduğunu anlamaq üçün bir anlıq düşünün. Rulon, yəni volumen, sanki köhnə bir VHS kaset kimidir. Ortasındakı bir səhnəni tapmaq üçün gərək irəli, geri fırlayasan. Çox əlverişsizdir. Amma kodeks, yəni kitab, sanki müasir bir fayldır. İstədiyin səhifəyə, istədiyin abzası anında klik edib keçə bilirsən. Bu sadəcə bir format dəyişikliyi deyildi. Bu, məlumatla işləmə üsulunu tamamilə dəyişən bir inqilab idi. Və bu sadəcə alimlərin işini asanlaşdırmadı. Bu həqiqətən də dünyanı dəyişdirdi. Məsələn, ilk xristian missionerləri məhz bu yeni kodeks texnologiyasından istifadə edirdilər. Müqəddəs kitabları asanlıqla yanlarında daşıya, müzakirələr zamanı dərhal lazımi ayəni açıb göstərə bilirdilər. Yəni, bir texnoloji yenilik, bir dinin qlobal bir hərəkata çevrilməsinə birbaşa təkan verdi. Bütün bu çətinliklərə, yanğınlara, müharibələrə, unudulma riskinə baxmayaraq, Aristotelin təxminən 1 milyon sözlük irsi bu təhlükəli səyahətdən sağ çıxıb bizə gəlib çatıb. Təsəvvür edirsiniz? 1 milyon söz. Platonun isə təxminən 600 min sözü. Və məhz bu mətnlər minilliklər sonra həm Avropada universitetlərin qurulmasının, həm də İslam dünyasındakı elmi intibahın təməl daşları olacaqdı. Yaxşı, indiyə qədər böyük mənzərədən danışdıq. İndi isə gəlin, sanki bir böyüdücü şüşə götürək və mikrosəviyyəyə enək. Alimlər bu cırılmış, dağılmış qədim mətnləri necə bərpa edirlər? Onu deyim ki, bu əsl tarixi detektiv işidir. Çox maraqlıdır. Məsələn, bu, Platonun Fedon əsərindən bizə gəlib çatan ən qədim fraqmentlərdən biridir. Eramızdan əvvəl 3-cü əsrə aiddir. Bir baxın, hər şey böyük hərflə yazılıb, sözlər arasında boşluq yoxdur, durğu işarələri yoxdur. Yəni, sözlər arasında boşluq yoxdur. Bu cür bir mətni oxuyub anlamağın nə qədər çətin olduğunu bir təsəvvür edin. İndi isə asıl dedektiv hekayəsi başlayır. Baxın, bu köhnə papirusda cümlə belədir. Ruh arzulardan və həzlərdən çəkinir. Amma 1200 il sonraya, 9-cu əsrə aid daha səliqəli bir əl yazmaya baxanda görürük ki, orada bir söz artıqdır. Ruh arzulardan, həzlərdən və qorxulardan çəkinir. Bir söz, amma bu bir söz hər şeyi dəyişə bilər. Və budur, alimlərin qarşısındakı o çətin sual. Hansı versiya əsl Platondur? Ən qədim, orijinala ən yaxın olan fraqmentə mi inanmalıyıq? Yoxsa 1200 il sonra bir katibin bəlkə də səhvən, bəlkə də mətnə düzəliş etmək üçün qəsdən əlavə etdiyi o bir sözü olan daha yeni əl yazmaya mı? Bax, bu cür tapmacaları həll etmək üçün mətn tənqidi deyilən bir elm var. Alimlər neyinir? Bütün mövcud nüsxələri toplayır, onları müqayisə edir, sanki bir ailə ağacı qururlar ki, hansı səhvin haradan gəldiyini anlasınlar. Amma ümumi bir qayda var. Adətən ən qədim mənbə ən etibarlısı sayılır. Çünki orijinala daha yaxındır və daha az qulaqdan bulağa oyunundan keçib. Yəni, bizim bu vəziyyətdə çox böyük ehtimalla o qorxulardan sözü Platonun orijinal mətnində yox idi. Yaxşı, bütün bu dedektiv hekayəsini niyə danışdım? Bizim ilk mövzumuza, yəni Platon və Aristotel klişesinə bunun nə dəxli var? Dəxli var, həm də düşündüyümüzdən daha çox. Məsələ budur ki, o klişelər məhz bu uzun, qüsurlu, qulaqdan qulağa səyahətinin nəticəsidir. Çünki mürəkkəb, dərin fəlsəfi nüansları əsrlər boyu ötürmək çətindir. Amma biri yuxarı baxırdı, biri aşağı kimi sadə bir hekayəni ötürmək çox asandır. Yəni, mətnlərin bu çətin səyahətini anladığımız zaman o mürəkkəb ideyaların niyə zamanla bu qədər bəsitləşdiyini, klişeyə çevrildiyini də anlamış oluruq. Yaxşı, gəlin yekunlaşdıraq. Bugün nələri gördük? Birincisi, öyrəndik ki, əsl fəlsəfi döyüş Platonla Aristotel arasında yox, onların daxil olduğu rasional ittifaq ilə atomistlər arasında gedib. İkincisi, bir ideyanın sağ qalmasının təkcə məzmunundan yox, həm də hansı texnologiya ilə, kövrək rulonla, yoxsa davamlı kitabla yazılmasından asılı olduğunu gördük. Və nəhayət, alimlərin keçmişə kiçik ipucularından bərpa etmək üçün necə bir dedektiv kimi çalışdıqlarına şahid oldu. Və son olaraq gəlin özümüzə bir sual verək. Platonun hekayəsi papirus parçaları üzərində 2400 il yaşadı. Bəs bizim rəqəmsal dünyamızda, daim köhnələn serverlərdə, bir kliklə silinə bilən fayllarda saxladığımız hansı fikirlərimiz, hansı ideyalarımız 100 il sonra belə xatırlanacaq? Bax, bu həqiqətən də düşünməyə dəyər bir sualdır. İzlədiyiniz üçün təşəkkürlər.